Salam, hər vaxtınız xeyir olsun. Hədəf 10-cu sinif 1-ci qrup test tapşırıqlarına baxırıq. 61-ci sual. Oksidlər verilib və növünü tapmaq tələb olunur. Bildiyimiz kimi alüminium, berilyum, sink qurğuşun bu metalların oksidləri amfiter xassəlidir. Çünki metallarımız amfiterdir, oksidlər və hidroksidlər də amfiter xassəlidir. Deməli, bizdə A-nı, B-ni, C-ni çıxdıq. Amfiter dediyini D, Y-ni çıxırıq. Qalır, yəni sink oksid amfiter deyə cavabımız Y-dir. Fermi CO4-ə baxaq. Bildiyimiz kimi 3 qarşı oksidimiz var. Fermi CO4, plümbium 2, O3, bir də manqan 3, O4. Fermi CO4 də onlardan biri. 62-ci sual. Magnezium üstəgəl oksigen, magnezium oksidi alınıb. 10 qram magnezium oksid alınmışsa, reaksiya daxil olan magnezium kütləsi tələb olunur. X qramdan 10 qram alınıbsa, tənliyə diqqət yetiririk. Tənlikdə bizdə magnezium 2 vurulsun 24 qram reaksiya girəndə magnezium oksidinin emerini hesablayaq. 40 qram, 2 vurulsun 40 qramda magnezium oksid alınmışdır. Buradan X-i tapırıq. 24-də 4-ə böləndə X bərabərdir 6-ya. Cavabımız 6 qram oldu. D variantı, burada Y variantı idi. 63. Temperaturu 10 dərəcədən 40 dərəcəyə qədər artırdıqda reaksiyanın sürəti 27 dəfə artır. Bu reaksiyanın temperatur əmsalını hesablayın. Temperatur əmsalını bizi gördüyümüz kimi temperaturlar verilib, sürət neçə dəfə çox olduğu verilib. Temperatur əmsalı soruşursa, düsturumuz V2 bölünsün V1 bərabərdir qamma. T2 çıxsın T1 bölünsün 10 düsturunu tətbiq edirik. V2 ikinci temperaturdakı sürətdir. V1 əvvəlki temperatur, yəni 10 dərəcədəki sürət. Qamma temperatur əmsalıdır. T2 sonraki temperatur, T1 isə əvvəlki temperatur. Yerinə qoyaq. Sürət 27 dəfə artıbsa, deməli V2-nin V1-in nisbəti 27-yə bərabərdir. Qammanı tapmalıyıq. T2 40 çıxılsın 10, bölünsün 10. O da bərabərdir Y üstü 3. 27-ni də 3 üstü 3 şəklində yaza bilərik. 3 üstü 3 bərabərdir, qam üstü 3. Riyaziyyatda bildiyimiz kimi əsaslar bərabərsə, üstlər də bərabərdir. Deməli, əsasımız da, yəni qammamız da 3-ə bərabər olacaq. Cavabımız C variantı. Keçirik növbəti suala. 64. Tarazlıqda olan sistem verib bizə. Tarazlığı sağa yönləndirmək istəyirik. Nə edə bilərik? Sağa yönləndirmək üçün bir-bir baxaq. NO-nu sistemdən çıxarmaq, NO reaksiyanın solundadır. Hansı tərəfdən maddəni azaldırıqsa, reaksiyanın istiqaməti yönəlir. Yəni, bizdə sola yönələcək. Amma şərtdə sağa yönəlməyini istəyir. Deməli, birinci fikir yanlışdır. Bir olan variantlar çıxdıq. Oksigen qatılığını artırmaqla. Oksigen soldadır. Artırsaq sağa gedər. Bu doğrudur. Bizə sağ lazımdır. Təzyiqi artırır. Təzyiq bildiyimiz kimi təzyiq artırdıqsa reaksiyada əmsalların az olduğu istiqamətə yönəlir. Yəni, bu da doğru fikirdir. NO-nun qatılığını artırmaqla, daha doğrusu NO2 üzr sayın. NO2, yəni azot 4 oksid sağdadır. Əlavə etsək, reaksiya sola yönələr. Biz sağ lazımdır, ona görə bunu da götürmürük. Temperaturu azaltmaqla. Temperatur azaldanda reaksiya eksotermik istiqamətinə yönəlir. Bizim sağımız da müsbət küdür. Deməli, bu da doğrudur. Cavab 2, 3 və 5 olacaq. D variantı. 65. Azot üstəgəl hidrogen enerji çalınır. Azotun qatılığını 4 dəfə artıqda, reaksiyanın hidrogen qatılığını 2 dəfə azaltdıqda reaksiyanın sürəti necə dəyişər? Baxaq, biz hansı düstur tətbiq edirik? Reaksiyanın sürətinin başlanğıc maddələrin qatılığından asılı düsturu, yəni kinetik tənlik düsturu. Azotun qatılığını 4 dəfə artırdıq. V bərabərdir K 4 üstü 1 yazırıq. Vurulsun. Hidrogen qatılığını 2 dəfə azaltdıq. 1 bölünsün 2 üstü 3 yazırıq. 4 vurulsun 8-dən 1 bölünsün 2, yəni cavab 2 dəfə azalar. A variantı. 66. Hansı halda maddələr düzgün adlandırılmışdır? Mis dəyişkən variantidir. Dəyişkən varianti isə deməli
adlandırarkən valentini qeyd etməliyik. Burada da bildiyimiz kimi bir valent. Oksigen 2 isə deməli mis 1 valentidir. Alüminium sabit valentlidir. Ona görə valentli qeyd olunmamalıdır. İndi diqqət eləyək. Cavabımız C, Y variantı. Çünki mis 1 valentlidir. Mis 1 valentliyi oksidsiz əlavə edilir. Alüminium hidroksid də əsasımızın adıdır. 67-ci sual. Hansı birləşmədə element atomlarının kütlə nisbəti 1-in 1-ədir? Kütlə nisbətini tapmaq üçün A yerinə vurduq sayına nisbət şəklində yazırdıq. 1-in 1-ədir o deməkdir ki, bu maddəni təşkil edən atomların kütlələri bərabərdir. Baxaq bizdə. Karbon 12, oksigen 16 gördüyümüz kimi bərabər deyil. Karbon 12, oksigen 32 yenə bərabər deyil. C-yə baxaq. Kükürt 32, oksigen 16 vurduq ki 32, yəni 1-in 1-ə düşəcək. Ona görə cavabımız C. 68. Kükürt yananda verilib ki bizə 16 qram kükürt yananda Q qədər istilik ayrılıb və kükürtün yanma istiliyini istəyir. Yanma istiliyi bilirsiniz də, bax, vahidi diqqət yetirsəniz 1 mol yananda nə qədər istilik ayrılır deməkdir. 1 mol kükürtün kütləsi də 32 qram deməkdir. Yəni 32 qram yananda nə qədər ayrılar? Böldük 16, 2, x bərabərdir 2Q. Cavabımız B variantı. Növbəti sual. 69. Hansı reaksiyada təzyiqin artırması tarazlığı sağa yönəldir? Tarazlıq sağa yönəlir, təzyiqi artırdıqda. Deməli, sağ tərəfdə əmsal kiçik olmalı. Təzyiq artanda əmsalın, yəni həcmin azaldığı istiqamətə yönəlir reaksiya. Təzyiq azaltdıqda isə əmsalın çox, yəni həcmin çoxaldığı istiqamətə yönəlir tarazlığımız. Bizə sağda və təzyiqi artırmışıq, sağ lazımdır. Deməli, sağda əmsal kiçik olmalıdır, solda. 1 üstə gəl 3, 4, bu tərəfdə 2 götürəcəyik. 1, 1, 2, burada 2 götürmürük. Bərabər olun, təzyiq təsir etmir. 2, 1, 3, burada isə 2 götürürük. Karbona baxmırıq. 1, 2, bu əmsal çoxdur, bunu da götürmürük. Cavabımız 1 ilə 3. A variantı. 70. 3 valentli metalın oksidinin molar kütləsi 3 valentli metaldır, oksiddir. Metalımız 3'dür, oksigen 2'dir. Çarpı sağda formunu çıxartdıq. Emeri 160'a bərabərdir. Metal nisbi atom kütləsini hesablayın deyir. Metalımızı bilmirik. A yerinə x-dən ifadə edir. Oksigen də 16'dır. Ne yiyəcək? X-i vuruq 2'yə, yəni A yeri vuruq sayına. 48 bərabərdir 160. 102 o da 48'dir. 2x bərabərdir. Deməli 112 x-ə bərabərdir 56. Cavabımız A variantı. Növbəti sual 71. Temperatur T1'imiz verib 10 dərəcə, T2'miz bilinmir, V2'nin V1'ə nisbəti 32'dir, qammamıza verilib. Eynən bayaqki üsul tətbiq edirik. İkinci temperaturda sürətin, birinci temperaturdakı sürətin nisbəti bərabərdir. T2 çıxsın T1 bölünsün 10. Gəlin yerinə qoyaq. V2'nin V1 olan nisbətini 32 yazdıq. Qammanın yerinə 2 yazdıq. T2'ni bilmirik x-dir. T1'imiz 10'dur bölünsün 10. 32'ni 2 üstü neçə şəklində yaza bilərik? 2 üstü 5. 2 üstü 5 bərabər, 2 üstü x çıxılsın 10 bölünsün 10. Əsaslar bərabərsə üstlər də bir-birinə bərabərdir. Yəni x minus 10. Buradan da x-imiz bərabərdir. X minus 10 bərabərdir. Açıq yazım 50'yə. X də bərabərdir 60'a. Cavabımız D variantı. Növbəti sual 72. Natrium su ilə reaksiyası verib, əmsallaşdırın deyir. Baxın, natrium 1, 1. Yəni natriumlar bərabərdir. Hidrogen 2 burada, 1 hidrogen burada, 2 hidrogen 3'dür. Yəni bərabərdir. Oksigen 1, burada da 1 bərabərdir. Belə eləyək. Hidrogen 2'dirsə sol tərəfdə sağda 1, 1'in üstə 1 gəlsə 2 eləyər. Onda hidrogen qarşısına 0.5 atırıq. Oldu sağ tərəfdə 2 hidrogen. Amma gördüyümüz kimi bizdə 0.5 yoxdur. Onda bütün əmsallar 2'yə vuruq. 2, 2, 2. Bu da eləyəcək 1. Deməli, əmsallarımız götürəcək 2, 2, 2 və 1. Cavabımız da ki, B variantı natrium hidroksidin əmsalını istəyir. Həmişə çalışın ki, tam ədədlərlə ifadə eləyəsiniz. Növbəti qaz halında olan
oksidlərin sırasını müəyyənləşdirin. Bunu necə sürətli şəkildə çıxış eləyək? Metal gördüksə bərk olacaq. Bir harada metal gördüm, üzərinə xətt çəkdim. Deməli cavabımız C variantı. Növbəti 74. Kükürt 4 oksid, kükürt 4 oksidi, yəni SO2 şəklində yazacaq. Çünki oksigen 2-dir, karbon kükürt 4 valentlikdə SO2 düşür, kükürt 6 valentlikdə isə SO3 düşür. Bunlar kimyəvi formu çıxarmaqdan bilirik ki, necə çıxartmaq lazımdır. İndi bunların nisbi atom kütlələri verilib və fərqi istəyir bizdən. Kükürtlər eynidir, çıxdıq, elə bilin ki, alt-alta çıxırıq. 2 oksigen burada, 3 oksigen burada, yəni 1 oksigenimiz qaldı. 1 oksigen də neçə deməkdir? 16 deməkdir. Cavabımız B. 75. Kalium OH və misk hidroksid üçün ümumi olan nədir? Suda həll olurlar. Biz bildiyimiz kimi aktiv metalların hidroksidləri, yəni qələvlər həll olur, digərləri həll olmur. Yəni bu həll olmur. Ona görə bu ümumi ola bilməz. Götürmürük. Bir variantı çıxdıq. Qızıllıqda parçalanır. Qızıllıqda parçalanır. Suda həll olmayan əsaslara aiddir. Yəni qələvlərə aid deyil bu. Kalium OH parçalanmır. Ona görə bunu da götürmürük. 2 olan variantda çıxdıq. Turşularla reaksiya daxil olur. Bəli, bütün əsaslar, bütün turşularla reaksiya girir. Heç bir istisnamız yoxdur. Cavabımız C variantı. 76. Turşu oksidini göstərindir. Turşu oksidini göstərək. Turşu oksidlər birlikdə qeyri-metalların oksidləridir və oksidaşma dərəcəsi 5, 6, 7 olan metal oksidlər turşu oksidlərdir. Deməli, natriumu çıxdıq. B elemi amfiterdir, götürmürük. Fermiçodid birlik qarışıqdır. Kükürt 6 oksid, yəni qeyri-metalların oksidləri turşu oksidlərdir. Hansılardan başqa? Düz əmələ gətirməyənlərdən başqa. Düz əmələ gətirməyənlərdə yadımızda saxlayırıq ki, bunlardır. Deməli, 4-ü götürürük. 3-də burada manqa müsbət 7-dədir. 3 ilə 4-dür. Cavabımız A variantı. 77. Bizim maddəmizin tərkibinə baxaq. Tərkibi X, Y-dən ibarətdir. Burada X-in kütləsi 8 olanda X-Y birləşməsinin kütləsi 24 olur. X-in kütləsi bu birləşmənin daxilində 16 olanda X-Y-in kütləsi 48 olub. A olanda da 72 olubdur. A-nın qiymətini müəyyənləşdirək. Baxın, burada nisbət çıxardıq. 8-in 24-ə. Baxırıq ki, 1-in 3-ə nisbətdədir. Yəni, X-in kütləsindən X-Y-in kütləsi 3 dəfə çoxdur. İkinciyə görə ödəyirim burada 16-nın 48-ə. 16-ya bölsək 1-in 3-ə düşür. Gördüyünüz kimi ödəyir. Yəni, X-Y-in kütləsi X-in kütləsindən 3 dəfə çoxdur. 72-ni də almamız üçün neçəni 3-ə vursaq 72 olur. Cavabımız D variantı. Növbəti sual. 78. Oksigen oksidaşma dərəcəsi biz bilirik ki, əksər hallarda -2-dir. Burada, amma peroksidlərdə bir natrium sabit müsbət 1-dirsə, deməli burada oksigen -1-dir. B-ni müəyyənləşdir deyir. B-nin qiymətini aynən ifadə eləyək. B bərabərdir, -1-ə dedik. A bərabərdir, -2-yə. İndi uyğun cavabı seçməliyik. Yəni, A-nın üstə neçə gəlsək, -1 eləyər. Cavabımız da Y variantı. Növbəti sual. 79. Suda həll olmayan əsasları müəyyən edin. Suda həll olmayan əsaslar, biz aktiv metalların əsasları qələvlərdir. Bunlar çıxdıq, qələvlər çıxırıq, onlar suda həll olurlar. Kalium OH çıxdıq. Cavabda sonra C-də kalsium hidroksidi çıxırıq. Cavabımız Y variantı. 80. Parçalama reaksiyasının tənliyini göstərin, yəni seçin. Parçalama reaksiyası bir mürəkkəb maddə parçalanır. Gördüyümüz kimi burada 2 maddə var, 2 maddə var, 2 maddə var, 2 maddə var. Deməli, bir mürəkkəb maddə olmalıdır. Solda cavabımız Y variantı. 81. Bizə verilib ki, 3 dənə qaz verilib. Molları N1, N2, N3-dür. Həcmləri isə 3V, 2V, 2V-dir. Həcmlər bərabərsə belə bir maddə miqdarında dərsimizdə belə bir qaydamız var. Müxtəlif qazların normal şəraitdə həcmlər bərabərdirsə, molekul sayları da bərabərdir, mollar da bərabərdir. Deməli, bu maddələrimizin normal şəraitdə həcmləri bərabərsə, mollar da bir-birinə bərabərdir. Yəni, N2 bərabərdir N3-ə. Bunu bildik və görürük ki, hidrogen həcmi bunların həcminə
3V-ni 2V-yə böləndə 1/5 edir. Yəni 1/5 dəfə çoxdur. Deməli, onda molu da 2 qazın həcmindən 1/5 dəfə çoxdur. N1 bunlardan 1/5 dəfə çoxdur. Hansı variant uyğun gəlir? C variantı uyğun gəlir. 82-ci suala baxaq. 82-ci sualda gəlin bir səliqəli şəkildə yazın. Hidrogen üstəgəl N2 alınır NH3. Tarazlığa aid nə məsələ gördüksə, bilirsiniz də bu sxemi qursaq bizim işimiz daha rahat olur. Hər bir maddən başlanğıc sərf olunan tarazlı qatılını yazaq. Bizə nə verilib burada? Bizə verilib ki, hidrogen 6 mol götürülüb, azot 2 mol götürülüb başlanğıcı, bizdə məhsulun başlanğıcı olunur. Sonra reaksiya giriblər, nəticədə tarazlıq yarandıqdan sonra görürük ki, 2 mol amonyak alınıb. 2 mol amonyak bizdə məhsulun tarazlıq qatılığı onun nə qədər alındığını göstərir. Deməli, 2 mol bizim amonyak alınıbsa, alınan maddəyə sizin həmişə soldakıların sərf olunub taparıq. 2-ni böldüm 2-yə, vurdum 1-ə, yəni azotun sərf olunanı tapdıq 1. 2-ni böldük 2-yə, vurduq 3-ə, elədi 3. Deməli, hidrogen də 3 sərf olunub. Altdan da çıxdıq 3-ünü, 3 mollu deməli, artıq qalıb hidrogenin. Bizdə sual nə istəyir bizdən? Hidrogen qazı neçə faizi sərf olunmayıb, yəni artıq qalıb. Gördüyümüz kimi 3 molu qalıb, 6 mol da götürülüb. Yəni 3 də 6 neçə faizini təşkil edir? 50 faizini. Ona görə cavabımız D variantı. Növbəti sual. 83. Temperatur əmsalı 2 olan reaksiyanın 20 dərəcədə sürəti 0.1-dir. Bu reaksiyanın 50 dərəcə sürətini hesablayın. Deməli, hansı düsturu yenə tətbiq edirik? V2-nin V1 olan nisbəti bərabər qamma T2 çıxsın T1 bölünsün 10. V2-ni yerinə qoyacaq. Temperatur əmsalı 2-dir. T1-imiz və T2-miz qeyd eləyək. T1-imiz 20, T2-miz 50, 10. V2-nin qiyməti 20 dərəcə sürət bizə 0.1 verib. Bu demək V1-in qiymətidir və 50 dərəcə sürət istəyirsə V2-ni tapmağımız tələb olunur. Hesablayaq bərabərliyin sağ tərəfini. 50-dən 20 çıxdıq 30, 30-da böldük 10-a, elədi 3. Deməli, biz burada aldıq, bir hissəni sileyim. 2 üstü 3. 2 üstü 3 də bərabərdir 8-ə. V2-miz bərabər 0.1 də vururuq 8-ə, eləyir 0.8 cavabımız. Növbəti 84. 84-də bizə nə verilib? Deməli, 0.1 mol 0.1 mol bizim X2Y2 maddəmiz var. 0.3 mol XY4 maddəmiz var. Və bu ikisində cəmi 6 qram X elementi var. X-in nisbi atom kütləsini istəyir. Gəlin biz də işləyək. 1 molda 2X varsa, 0.1 molda 0.2X var. A yerini də X-nə ifadə eləsək, 0.2-ni vuracaq X-ə, yəni A yerinə. Üstə gəlirik. Görürsünüz, bu maddənin formulu görürük ki, 1 molda 1x var. Deməli, 0.3-ü də vururam 1-ə. Deməli, 0.3-də x var. A yerini də x-ni ifadə eləmişik. Vuranda kütləsini tapmış oluruq və bərabər edir 6-ya. 0.2x-in üzərinə 0.3x gələndə edir 0.5x bərabər 6-ya. X oradan tapaq. Yəni, 60-ı bölürük 5-ə, o da edir 12. Deməli, bizim x-in A yeri 12-ymiş. Növbəti sual. Oksigenə görə nisbi sıxlığı 2 olan qazın 0.1 molun kütləsinə oksigenə görə nisbi sıxlıq deyirsə, biz bilmədiyimiz qazın M-yerini bölmüşük oksigenin M-yerini 32-yə, o da bərabər olub 2-yə. Demək, həmin qazın M-yeri 64 imiş. M-yer də bildiyimiz kimi həmişə 1 moldur. Bəs 0.1 molu neçə qram eləyəcək? 6.4. Cavabımız 6.4 olacaq. 85-ci sual. 86. X atom nisbi molekul kütləsi 56, neutron sayı 30 olarsa, X2 müsbət yöndə elektron sayını hesablayın.
Baxın, X-in yazaq. Nisbi atom kütləsi 56-dır. Neytron sayı 30-dur. Proton sayını müəyyənləşdirək. 56-dan 30 çıxdıq, 26 dənə protonu var. Deməli, 26 normalda elektronu var. Amma burada 2 müsbət yazdığına görə, yəni 2 elektron itirib, olub 24. Elektronların sayını hesabla dedi. Cavabımız da 24 oldu. 87. Uyğunluğu müəyyənləşdirək. Kimyəvi rabitə növünü tapaq. Əsaslarda yadımızda saxlayaq. Həm ion rabitəsi var, metalla oksigen arasında, həm də polymer kovalent rabitə oksigen hidrogen arasında. OH-ın sayı qədər də ion və kovalent rabitə olur. Yəni 1-ə uyğun gələcək A, ionla kovalent vardır. H xlor biri hər ikisi qeyri-metaldır, fərqli qeyri-metallardır. Fərqli qeyri-metallar arasında yaranan rabitə isə polymer kovalent rabitə 2-yə B uyğun gəlir. Xlor isə gördüyümüz kimi 2 dənə xlor atomunun birləşməsindən alınan bir maddədir. Yəni, eyni atomlar arasında rabitə yaranıb, ona görə olacaq qeyri-polymer kovalent rabitə 3-ə də uyğun gələcək C. Hidrogen rabitəsi burada gördüyümüz kimi mövcud deyil. 88 reaksiyanı tamamlayındır. Tamamlayaq. Gördüyümüz kimi yalnız suyun qarşısına 2 yazsaq, bərabərləş hidrogen 4 dənə, oksigen 2 dənə tam ödəyir. Əmələ gəlmiş mürəkkəb maddədə, yəni barium hidroksiddə ion rabitəsinin sayını tapın. Biz bildiyimiz kimi, bayaq da dedim, əsaslarda ion rabitəsinin sayı OH-ın sayına bərabərdir. Yəni bu şəkildə qrafik formunu açım ki, tam aydın olsun. Görün, barium oksigen arası rabitə 2 dənədir. Deməli, 2 ion rabitəsi var. 89-cu suala baxaq. CO üstə gəl O2, CO2 yazdıq. Əmsallaşdırdıq. Bizdə deyir ki, hər ikisi M qram götürülüb, götürdü M qram. Bu zaman 88 qram karbon qazı alınıb. Biri tam sərf olunduqda karbon qazın kütləsi 88. İndi başlanğıc maddənin ikisində miqdar verilən, tam sərf olanı tapmaq üçün verilən miqdarını tənlikdəki miqdarına görürük. Qram verilibdir, qrama bölürəm. CO-nun emeri 28, 28-i 2-yə vurduq, elədi 56. Oksigenin ayırı 16-dır, vurduq ki 32. M-i bir 56-ya bölək, bir də 32-yə bölək. Hansından kiçik rəqəmi alırıq? Təbii ki, 56-ya bölsək. Belə çıxır burada dəm qazı tam sərf olunan maddədir. Dəm qazı tam sərf olunan maddədirsə, biz onun tam sərf olunan maddənin qramını müəyyənləşdirə bilərik. Deməli, 88 qram almaq üçün bundan neçə qram sərf olunur? Bilmirik. Buradan da görürük 88 qramın almaq üçün CO2-nin emeri 44-dür. 44-ü vurduq 2-yə, 88 buraya yazdıq. Yəni, X oradan nə tapdıq biz nəticədə? 56. Tapdıq ki, bu ikisinin hər ikisi 56 qram götürülür. İndi baxın, tənliyə baxırıq. 56 qram CO sərf olunanda nə qədər oksigen sərf olunur? 32 qram. Amma biz nə qədər götürmüşük? 56. Başlanğıcdan sərf olunan çıxanda bizə nə qədər artıq qaldığını tapa biləcəyik. O da elədir 24 qram deməli artıq qalıb oksigen qazından. Növbəti sual 90-cı sualdır. 3 valentli metal, 3 valentli metal oksidinin nisbi molekul kütləsi 3 turşulu əsasın nisbi molekul kütləsindən, yəni metal 3 turşulu deməkdir, OH-ın sayı 3-dür. Kütləsindən 49 qram çox olarsa metal nisbi atom kütləsini hesablayırsınız. Baxın, 3 valentli metal oksidi yazdıq. Nisbi molekul kütləsi necə tapacaq? Metalın ayırını bilmirəm. X-ni ifadə edirəm. X plus 16 bu oksidimizin kütləsi olacaq. Üzrü sayını 3 valentli dediyinə görə formulda çıxardıq. 3-2. Yəni 2x üstə gəl 48. Bu bizim oksidinin emeridir. İndi aşağıya baxaq. Aşağıda X metalı bilmirəm. Oksigen 16, hidrogen 1, yəni 17. 17-ni də vurduq 3-ə. Deməli, yazırıq X üstə gəl. O da elədir bizdə 51. Bu da bizim hidroksidimizin kütləsi. İndi nə deyir bizə? Deyir ki, oksidin kütləsi əsasımızın kütləsindən 49 qram çoxdur. Biz nə yazacaq indi?
riyazi şəkildə necə ifadə edirik? X plus 48 bizdən çıxan da x plus 51-i bərabər eləyir 49-a və ya belə də yaza bilərdik. 2x üstəgəl 48 bərabərdir x üstəgəl 51 üstəgəl 49. Bu şəkildə də yaza bilərdik. Buradan x-i tapdıqsa cavabımızı tapdıq. İnşallah ki, bu sadə hesablamada apararsınız özünüz. Sağ olun.